Salam dəyərli müəllimlər. Fiziki tərbiyə fənni üzrə sertifikasiya və MIQ imtahanına düşən 50 sınaq var ki, onun izahını qeyd etmək istəyirəm. Çox vacib mövzulardır və vacib testlərdir. Sona qədər dinləyin, izahlarına diqqət edin. Birinci suala baxaq. Verilənlərdən biri doğrudur, bizim doğrunu istəyir. A bəndinə baxırıq. B9 vitamini bədənimizdə istehsal olunmayan və xaricdən alınması lazım olan vacib bir vitamindir. Bu vitamin temperatura təsirinə dözümlüdür, amma işığın təsirinə həssasdır. Bütün vitaminlər elə bədənimizdə istehsal olunmur. Xaricdən onu biz alırıq. Bu vitamin temperatura təsirinə dözümlüdür, amma işığın təsirinə həssasdır. Bu isə B12 xüsusiyyətinə aiddir. B bəndini saxlayırıq, C bəndinə baxırıq. A vitamini yüksək təzyiqi salmağa kömək edir. Xeyr. D vitamini, daha doğrusu D bəndində askorbin turşusu B5 vitaminidir. Xeyr. Askorbin turşusu C vitaminidir. Su enerji yaradır. Xeyr. Enerji yaradan nədir orqanizmdə? Karbohidratlar və yağlardır. Cavab burada B bəndi olacaq. B6 vitamini immun sistemini və beyin funksiyalarının düzgün işləməsi üçün orqanizmə lazım olan əsas vitaminlərdən biridir. Cavab burada B bəndidir. Keçirik ikinci testə. Müxtəlif nöqtələr qoyulub növlərinin inkişaf etdirilməsi üçün yerinə yetirilən fiziki yük yorulma baş verdikdən sonra da icra edilməlidir. Sürəti tədricən artırmaqla arzu olunan səviyyəsini əldə etmək mümkündür. Nöqtələrin yerinə uyğun qabiliyyəti yazın. Müəllimlər, elə burada yorulma sözü gördünüzsə bilin ki, hansı qabiliyyətdir? Dözümlülükdür. Dözümlülük nədir? Yorulmaya qarşı dayanma bacarığıdır. Uzun müddətli işi sona qədər çatdırmaqdır, təkrar davamlı çatdırmaqdır. Bu nədir? Təbii ki, dözümlülükdür. Burada hər ikisinə biz dözümlülük yazırıq. Deməli, burada yazısı saxlayın. Bir qabiliyyətdən burada söhbət gedir. B bəndi burada düzdür. Üçüncü testə baxırıq. Ərgənlik qabiliyyətinin kiçik summativ normativlərini seçin. Körpü vəziyyəti, turnikdə sallanma, turnikdə dartımı, oturmuş vəziyyətdən irəli əyilmə. Kesilgi normativləri hansılardır? Körpü vəziyyəti 1 götürürük. Bir də oturmuş vəziyyətdən irəli əyilmə. Cavab 1, 4. Turnikdə sallanma əlcəyini inkişaf etdirir. Normativ deyil, amma turnikdə dartınmada qüvvəni inkişaf etdirir. Qüvvənin normatividir. Burada cavab 1, 4. Dördüncü testə baxaq. Qüvvə qabiliyyətinin təzahürünü şərtləndirən amillərdən biridir. Digər hərəkə qabiliyyətlərin inkişafı səviyyəsindən, günün vaxtından, hərəkətlərin icra texnikasından, oynaqlara mütəhərrikliyindən təbii ki, burada olacaq B bəndi. Əzələnin fizioloji en kəsiyi qalınlığından. Qüvvə qabiliyyəti ümumiyyətlə bütün qabiliyyətləri şərtləndirən amilləri var. Onları yaxşı öyrənin. Burada cavab B bəndidir. 5. Maksimal qaçış sürətinə aid olanı seçin. Ümumiyyətlə MIQ və sertifikasiya imtahanına çox düşür bu suallar. Komponentə aid. 5-ci suala baxırıq. Daha sürətli yoldaşı ilə qoşquda qaçış, vaxt vahidi ərzində qaçış, maili qaçış yolunda startlar, müxtəlif çıxış vəziyyətindən startlar, əllərlə dayaqda yerində qaçış. Cavab burada olacaq A bəndi. Daha sürətli yoldaşı ilə qoşquda qaçış. 5-də cavab A-dır. Deyə bilərsiniz ki, maili qaçış yolunda startlar. Xeyr, maili qaçış yolunda startlar hərəkətin reaksiya tezliyini inkişaf etdirir. Amma sürətlənmələr və startlar isə C bəndi, daha doğrusu maksimal qaçış sürətinə aiddir. Amma bizdə burada nə istəyir? Maksimal qaçış sürətə aid olanı istəyir. Cavab A-dır. Biraz tez-tez danışıram. Çünki videoya vaxt qoyulur. Videonu çatdırmalıyam. 6-cı testə baxırıq. 33-cü Olimpiya oyunlarında Azərbaycan hansı idman növlərində gümüş medal qazanmışdı? 6-da cavab C bəndidir. Taekvondo və boks üzrə gümüş medal qazanmışıq. 7. Koordinasiya növləri neçə yerə ayrılır? Koordinasiya növləri təbii ki, müəllimlər 2 yerə ayrılır. Ümumi və xüsusi. 8. Bu qabiliyyətin inkişafı üçün tələblər, hərəkətin davamlı icrasının təmin edilməsi, təkrar icra olunacaq hərəkət, oyun, hərəkət komplekslərinin orqanizmə müəyyən funksiyada verilməsidir. 8-də cavab təbii ki, Y bəndidir. Təkrar və davamlı gördüksə, bilin ki, dözümlülük qabiliyyətidir. 9. İki topun eyni vaxtda çirənməsi hansı komponentə daxildir? Cavab burada təbii ki, koordinasiyadır. B bəndidir. Çevikliyin koordinasiya komponenti. 10. Kürəklər üzərində bükülü vəziyyətdən ayaqları bükməklə irəli yuvarlanıb duruşdan hündürlüyə hoppanmaq hansı qabiliyyəti inkişaf etdirir? Cavab burada müəllimlər Y bəndidir. Bəli, burada siz tullanma görə bilərsiniz, yəni hoppanma görə bilərsiniz. Bükülü kürəklər üzərində bükülü vəziyyətdə ayaqları bükməklə irəli yuvarlanma görə bilərsiniz. Yəni mayalıq aşmağa oxşayır. Deyə bilərsiniz ki, əyilgənlikdir. Xeyr, burada bir neçə hərəkət icra olunur və aktiv hərəkət icra olunur. Ona görə də burada cavab çeviklikdir. Onda cavab Y. 11. Sürət güc əlaqəlidir. Sürət güc əlaqəlidir təbii ki, C bəndi qüvvə və sürətlə.
12. Son zamanlar aparılan tədqiqatların nəticələri bu qabiliyyətin orqanizmin sağlamlıq göstəricilərindən biri olduğunu müəyyənləşdirmişdir. Təbii ki, bu hansıdır? A bəndi müəllimlər, bədən nəyimə qabiliyyəti. Bədən nəyimə qabiliyyəti nə qədər inkişaf edərsə, əzələ nə qədər elastik, dartılan o varsa, bir o qədər də insanın, deməli, insan sağlamdır, insan orqanizmi, insan bədəni sağlamdır. Bunun tədqiqatlarda, araşdırmalarda belə göstərir. 13-ə baxaq. Təyinatı müəyyən edilmiş məşq yükünün idmançı orqanizmin iş qabiliyyətinin bərpası üçün kifayət edəcək istirahət intervalında çoxsaylı təkrarla icrası ilə səciyyələnir. 13-də cavab müəllimlər D bəndidir. Həm təkrar sözü ilə götürə bilərsiniz, həm də bərpa sözü açar söz kimi götürə bilərsiniz. 14. Bu qabiliyyət dayaq hərəkət aparatını təşkil edən oynaqların mütəhərrikliyindən, əzələ bağlarının elastikliyindən asılıdır. Təbii ki, A bəndi. Ən asan sual. Ümumiyyətlə, imtahanda asan, orta, çətin səviyyədə qoyulur. 15. İnsan oynaqlarında baş verən zədələnmələrdir. Təbii ki, burxulmalar və çıxıqlar. Eyni zamanda sınıqlar da olsa, sınıqlar da götürürsünüz. 16. Yuxarı ətraf əzələlərini inkişaf etdirir. 16-da cavab B bəndidir. Kürəklər gimnastika divarına tərəf dartınma. Əsas duruşdan bir ayağı irəli uzatmaqla oturub durmaq aşağı ətraflardır. Yoldaşının kürəyini alıb daşımaq aşağı ətrafdır. Yuxarı ilə daşısa da ağırlıq aşağı ətraflara düşür. Pres ön ətraflarda, oturuşda irələməkdə aşağı ətraflarda. Bizdən yuxarını istəyir. Cavab B bəndidir. 17. İnsanın müxtəlif hərəkəti fəaliyyətinin idarə olunması və tənzimlənməsinə hazırlığı kimi dəyərləndirilir. Bu cavab A-dır. Çevikliyin iki növü var. Bilirsiniz də, ümumi çeviklik, xüsusi çeviklik. 18. Dəyişkən rəvan, fasiləli, təkrar kimi inkişaf metodları var, mövcuddur. 18-də cavab C bəndidir. Təbii ki, dözümlülüyün metodlarıdır bunlar. Dəyişkən rəvan, fasiləli, təkrar. 19. Bu hərəkətlər zamanı məşğul olan şagird sərbəst olaraq bədəni və oynaqları ilə müxtəlif yaylı hərəkətləri maksimal amplituda ilə icra edir. Cavab burada müəllimlər dinamik hərəkətlərdir. Maksimum amplituda ilə icra edir. Deməli, burada sərbəstdir, şagird, amma statik olsaydı nə idi? Statik elə bir dayanmış vəziyyətdə hərəkətdir. 19-da cavab C-dir. 20. Verilənlərdən biri deyir doğrudur. 20-də baxaq görək nə doğrudur. Sağlamlıq yalnız fiziki qüsurların olmamasıdır. Xeyr, həm də sağlamlığın tərifi var idi. Sağlamlıq həm də mənəvi, fiziki qüsurların olmaması mənəvi sağlamlıq deməkdir. B bəndinə baxaq. Sağlamlıq və möhkəmləndirmə vasitələrini icra edərkən yalnız yaş nəzərə alınmalıdır. Xeyr. Sağlamlıq və möhkəmləndirmə vasitələrini icra edərkən insanın yaşı, sağlamlığı, yaşadığı mühit, bunlar nə bir xəstəliyi var, yoxdur, bunlar nəzərə alınmalıdır. C bəndinə baxırıq. Yeniyetmələr üçün gün rejimində səhər gimnastikası kompleksinin əhəmiyyəti yoxdur. Xeyr, heç məntiqə uyğun olmayan bir cavabdır. Yeniyetmələr səhər belə deyək də səhər rutinuna salmalıdır nələri? Səhər gimnastikası. D bəndinə baxaq. Gün rejimi insanın önəmli həyatı tələbatlarındandır. Bəli, gün rejiminin özünə də nə var? Aiddir? Yuxu, qida, fəaliyyət. Bəli. Y bəndi, D bəndi düzdür. Y-yə baxaq. Şəxsi sağlamlıq bir insanın cəmiyyətdə və mədəni həyatda ictimai fəallıq dərəcəsini, dünya münasibətini özündə əks etdirir. Xeyr, bu şəxsi sağlamlıq deyil, bioloji, daha doğrusu sosial sağlamlıqdır. Cavab burada D bəndi. D bəndi düzdür. 21. Hərəkətlərin maksimum intensivlikdə yerinə yetirilməsidir. Cavab burada nəzarət metodudur. Maksimum sözün nəzarət metodunu açar sözü kimi yadınızda saxlayın. 22. 22-ci testə baxaq. Olimpiya mənşəli deyir ki, Olimpiya oyunları haqqında verilənlərdən biri yanlışdır. Deməli, hamı doğrudur, biri yanlışdır. Özür istəyirəm. Olimpiya mənşəli 1928-ci ildə Hollandiya yay olimpiyasında təqdim olunmuşdur. Düzdür. Bəli. Qədim olimpiya oyunları yayda keçirilirdi. Bəli, düzdür. C-ni saxlayaq deyə baxaq. Müasir olimpiya oyunlarına 35 idman növü daxildir. Bəli, düzdür. Olimpiya şüarı Citrus Adis Fortis latin sözlərindən əmələ gəlmişdir. Düzdür. C bəndinə baxaq. 1914-cü ildə beynəlxalq olimpiya oyunları bayrağı dalğalandı. Xeyr, 1920-ci ildə dalğalanmışdı. 1914-də təxirə salındı. Cavab burada C-dir. Səhv olan. 23. 1996-cı ildə keçirilən olimpiya oyunlarında Azərbaycan qazandığı gümüş medal və Tokyo 2020 olimpiya oyunlarında qazanılan gümüş medalın cəmi neçədir? Cavab burada müəllimlər B bəndidir. Çünki biz Tokyoda 3 gümüş qazanmışıq, amma 1996-da isə 1 medal qazanmışıq. Gümüş medal. Bunun cəmi neçə eləyir? B bəndi. 4. 24. Qığırdağın sürüşkən quruluşun pozulmasından dolayı ortaya çıxır.
Əzələ bağının zədələnməsi, qan axma, diz topuğunun zədələnməsi, insanın tez yorulması. Cavab burada əzələ bağı. Ümumiyyətlə, qığırdaq sürüşməsi əzələ bağında ilk, belə deyək də, bağında problem olanda qığırdaq sürüşməsi əmələ gəlir. Cavab A bəndidir. 25. Çoxu orqanizm tərəfindən sintez olunmadığına görə orqanizmin qida məhsulları ilə daxil edilməlidir. A, B, C vitamini, D vitamini, K vitamini, X. Bütün vitaminlər orqanizmə xaricdən daxil olur. D bəndi düzdür. 26. Oturuşda əllər boyun ardında olmaqla irəliləmək hansı qabiliyyəti inkişaf etdirir? Cavab burada qüvvə qabiliyyətidir, müəllimlər. 27. Gövdənin dairəvi hərəkəti inkişaf etdirir. Təbii ki, əyirgənliyi, qolların, gövdənin, ayaqların dairəvi hərəkəti varsa B bəndidir. Amma gövdənin bükülüb açılması olsaydı, bəli, qüvvə götürərdiniz. 28. Dözümlülük qabiliyyəti təzahürü aşağıdakı amillərdən biridir. Yəni şərtləndirir biri. İdmançının cəsarət və qətiyyəti, idman təcrübəsi, ümumi hazırlığın səviyyəsi, əzələ daxili koordinasiya, ətraf mühitin temperaturuna. A bəndi aiddir çevikliyə, B bəndi aiddir çevikliyə. D bəndi də çevikliyin təzahürünü şərtləndirən amillərdəndir. Y bəndi isə əyirgənliyin. Cavab burada aerob imkanlar, orqanizmin aerob imkanları və idmançının yaşı dözümlülüyün amillərindən biridir. 29. Məşq yükünün sabit dəyişmə intensivlikdə nisbətən uzun müddət ərzində yerinə yetirilməsi ilə səciyyələnir. 29-da cavab B bəndidir. Sabit dəyişməyən sözün özünüz üçün açar söz kimi qeyd edin. Rəvan metoddur, B bəndidir. 30. Qüvvənin komponentləridir. Sürətli qüvvə və nisbi qüvvə, ümumi qüvvə və partlayış qüvvəsi, ümumi qüvvə və qüvvə dözümlülüyü, sürətli qüvvə və sürət, əsas qüvvə və ümumi qüvvə. 30-da cavab C bəndidir, müəllimlər. Ümumi qüvvə və qüvvə dözümlülüyü qüvvənin komponentləridir. 31. Minimum vaxtda maksimum qüvvə təzahür edir. Təbii ki, sürət güc. 32. Ümumi dözümlülük dəstənin əsas təşkil forması hansıdır? Üzgüçülük, qısa məsafə sprint qaçışları, fərdi texniki hərəkətlərin icrası, müəyyən məsafələr cross qaçışlar, statik məşqlər, yerində hərəkətsiz tapşırıqlar. Cavab burada müəllimlər, müəyyən məsafələri cross qaçışlardır. C bəndini götürürük. Mütəssil məktəblərində biz bu normativləri şagirdlərdən götürürük. 33. Fiziki tərbiyə prosesində mənəvi iradə xüsusiyyətlərin formalaşması hansı şərtlə mümkündür? 33-də cavab baxaq. Yalnız yüksək intensivlikdə məşqlərlə xeyr, yalnız yarış şəraitində xeyr, müvafiq şərait yaradıldıqda, yalnız fərdi məşqlərdə xeyr, bütün dərslərdə düzgün davranış qaydaları ilə tətbiqində. Bəli, bütün dərslərdə biz 4-cü məzmun xəttini nəzərə almaqla şagirdə qiymət yazırıq, ona biz meyar veririk, qiymətləndirmə meyarı veririk, rəy veririk. Bütün dərslərə aiddir. 34. Şagirdlərin fiziki hazırlıq səviyyəsinə görə düzgün yarış prinsipi hansıdır? Burada fiziki cəhətdən bir-birinə yaxın şagirdlərin yarışması. Məsələn, biz 5-ci sinifdən 10-cu sinif şagirdi eyni vaxtda yarışdıra bilmərik. 10 yaşla 15 yaşı eyni vaxtda yarışdıra bilmərik. Ona görə də düzgün yarış qaydası C bəndinə daha uyğundur. Fiziki cəhətdən bir-birinə yaxın şagirdlərin yarışması, yaş baxımından, fiziki cəhətdən zəiflik. Məsələn, biri köklü, biri arıqdır, çox arıqdır. Biz onu yarışdıra bilmərik. C bəndi düzdür. 35. Ciddi oyun və yarış qaydalarına riayət olunması şagirdlərdə əsasən nəyi formalaşdırır? Nizam-intizam anlayışını. 36. Çeviklik anlayışı hansı məzmunu daha dolğun əks etdirir? Hərəkəti maksimum sürətlə icra etmək, hərəkəti uzun müddət fasiləsiz yerinə yetirmək, hərəkəti tez mənimsəmək və dəyişən şəraitə uyğun optimal həll etmək. Bəli, cavab budur. D bəndi yalnız koordinasiyalı hərəkətlər etmək. Xeyr, yalnız koordinasiya sözünü görsəz çevikliyi götürməyin. Ümumiyyətlə, yalnız sözü olanda çalışın, o tez səhvdir, onu götürməyin. Yalnız koordinasiyalı hərəkətlər deyir. Axı, çeviklikdə bizdən tətbiq olunur texniki, taktiki fəaliyyət, hədəf, dəqiq icra və koordinasiya. Yalnız koordinasiya deyil. Güc tələb edən hərəkətləri yerinə yetirmək. Xeyr, bu da deyil. Cavab C-dir. 37. Çevikliyin inkişafına sürət və bəqin, yəni bədən əlmə qabiliyyətin, başqa hərəkət qabiliyyətlərinin təsiri necə xarakterizə olunur? Cavab burada D bəndidir. İnkişaf səviyyəsinə asılı olaraq qarşılıqlı təsir göstərir. 38. Aerob rejimdə idman oyunları hansı qabiliyyəti inkişaf etdirir? Ümumiyyətlə, aerob nədir müəllimlər? Aerob oksigenli, anaerob isə oksigensiz. Aerob rejimdə, deməli, oksigenli rejimdə idman oyunları hansı qabiliyyəti inkişaf etdirəcək? Təbii ki, dözümlülük qabiliyyəti. 39. Yeniyetmə idmançıların hazırlamasında əsas metod hesab olunur. Burada təbii ki, oyun yarış metoduna uyğun olaraq əsasən oyun metodunu götürürük. Yarış prinsipidir, adı çəkilir, uşaqları biz yarışla motivasiya edirik, orada emosionallıq var, təbii ki, B bəndi oyun metodu.
40. Doldurmuş topların müxtəlif çıxış vəziyyətlərinə atılması, itələnməsi hərəkəti hansı qabiliyyəti inkişaf etdirir? Təbii ki, sürət güc. Doldurmuş toplarla hərəkətlər olsaydı qüvvə götürərdi. Amma müxtəlif çıxış vəziyyətinə atılma varsa, itələnmə varsa, fərqi yoxdur. Doldurmuş top olsun, yüngül top olsun. Atılması, itələnməsi nəyi inkişaf etdirəcək? Sürət güc. 41. Ayaqlar aralı duruşdan, qolların yanlardan, göğsvarı yuxarıya və aşağıya hərəkətlər hansı qabiliyyəti inkişaf etdirir? Ergənlik. 42. Bir və iki ayağın təkanı ilə uzağa tullanmaq inkişaf etdirir. D bəndi. Təbii ki, sürət gücü. Sizi saçdıra bilərlər imtahandakı bir və iki ayağın təkanı ilə bu nə deməkdir? Xeyr, tək ayaqla, cüt ayaqla, yəni fərqi yoxdur. Tullanmalar nə inkişaf etdirir? Sürət gücü. 43. Təkrar metodla yerinə yetirilən statik və dinamik hərəkətlər inkişaf etdirir. Təbii ki, statik və dinamik var, əyilgənlik. 44. Əzələ təkəllüsü hesabını hər hansı mexaniki və yaxud da biomexaniki müqaviməti dəf etməyə qabiliyyətidir. Qüvvə. Bir var, mexaniki sonradan icra olunan, yəni sonradan o qüvvə toplanır insanlarda. Biomexaniki nədir? Anadan gəlmə var onda, yəni bu hərəkət. Və sonradan da bunu dəf etmək, bərpa etmək mümkündür. 44-də cavab A-dır. 45. Əyilgənlik qabiliyyəti inkişafına təsir edən amillərdən biri hansıdır? Burada yalnız əzələrin gücü verilib, ürək-damar sisteminin fəaliyyəti, dözümlülük səviyyəti, sürət qabiliyyəti. Xeyr, burada cavab B-dir. Əzələ bax aparatının elastikliyi ilə baxan kimi görürük. 46. Dinamik əyilgənlik hansı xüsusiyyəti ilə xarakterizə olunur? Hərəkətin uzun müddət saxlanması, maksimal amplitudanın hərəkət zamanı əldə edilməsi, hərəkətsiz vəziyyətdə gərilmə, statik qüvvənin üstünlüyü, yalnız pasiv hərəkətli. Cavab burada B bəndidir müəllim. Maksimal amplitudanın hərəkət zamanı əldə edilməsi. Çünki niyə statik hərəkətlər nədir? Yerində hərəkət. Yəni müəllim şagirdə hərəkət verir ki, bunu icra et. Şagird onun nədirsə onu edir. Bədənindən, çəkindən, yaşından asılı olmayaraq onu edir. Yəni yerində hərəkət edir. Dinamik nədir? Maksimal amplituda. Yəni daim sənin nə qədər amplituda, geniş amplituda nədir? Geniş şəraitdə, geniş amplituda ilə icra etmək, yəni daha yaxşı, daha geniş icra etməlidir. Yəni dinamikdə isə sən maksimal gücünü qoyursan ortalığa, maksimal dinamik əyilgənliyi inkişaf etdirirsən. Cavab B-dir. 47. Statik əyilgənliyin əsas xüsusiyyəti hansıdır? Maksimal amplitudanın hərəkətsiz vəziyyətdə saxlanılması. Baxın, görürsünüz, dinamikdə deyir maksimal amplitudanın hərəkət zamanı əldə edilməsi, amma statikdə nədir? Maksimal amplitudanın hərəkətsiz vəziyyətdə saxlanılması. 47-də B-dir. 48. Əlin köməyi ilə baş üzərində duruş hansı əyilgənlik növünün inkişafına daha çox xidmət edir? Cavab burada C bəndidir. Əlin köməyi ilə baş üzərində duruş statik hərəkətdir. 49. İrəli əyilmədən gövdənin sağa sola çevrilməsi əsasən hansı məqsədə xidmət edir? 49-da baxaq, sürətin inkişafı xeyir, dözümlüyün artırılması xeyir, gücün maksimal inkişafı xeyir, reaksiyanın yaxşılaşdırılması xeyir, ən çox nəyə uyğun gəlir? Gövdə oynaqlarının mütəhərrikliyinin artırılması. Bəli, mütəhərrikliyi var, sonra sualda əyilmədən sözü var, çevrilmələr var. Təbii ki, baxan kimi görürük, səbəndidir burada. 50. Sürət güc qabiliyyətinin inkişafına yönəlmiş tədris prosesində aşağıdakı mərhələlərdən hansı ardıcıllıq pedaqoji baxımdan ən düzgün hesab olunur? Deməli, bizdən burada istəyir ki, sürət qabiliyyətini biz keçiriksə, hansı planla biz keçməliyik bunu? Cavab burada 50-də C-dir müəllimlər. Niyə? Baxırıq. Sadə hərəkət və hərəkət kompleksləri, yəni hansı qabiliyyəti inkişaf etdiririksə, həmin qabiliyyəti inkişaf etdirən hərəkətləri, birinci sadə hərəkətləri veririk. Hərəkət kompleksləri, klassik qaçmalar, yəni sürət gücünü inkişaf etdirir. Tullanmalar, atmalar, klassik qaçaraq tullanma, yəni məsələn qaçaraq uzunluğa tullanma, atmalar və sürət gücün intensiv inkişafı. Ümumi, yəni qarışıq hərəkətlər sonunda veririk uşaqlara. Cavab burada olacaq nə? C bəndi. A bəndinə baxırıq. Klassik tullanmalar və atmalar hərəkət kompleksləri, sadə hərəkətlər xeyir. Çünki intensiv hərəkətlər də olmalıdır. Maksimal yüklə tullanma xeyir. Birinci sadə hərəkətlər olmalıdır. D bəndində yalnız yarış fəaliyyəti xeyir. E bəndi maksimal sürətlə xeyir. Birinci sadə hərəkətlərdən başlanır. İstənilən hərəkət qabiliyyətinin, istənilən mövzunun inkişafında, hərəkətlərin icrasında birinci nə başlayır? Sadə hərəkətlər başlayır. Belə müəllimlər, əldə sınağı biz bitirdik sizlə. Yanvar qruplarımıza, dərslərimizə qoşulmaq istəyirsinizsə 050 667 14 89 nömrəmizə yaza bilərsiniz. Dərslərimizə qoşula bilərsiniz. Eyni zamanda imtahana kimi 10.000 sınaq işləyəcəksiniz. 5.000 elektrop, 5.000 isə kitabdan işləmiş olacaqsınız və imtahanda yüksək nəticə əldə etmək istəyirsinizsə bizim dərslərimizə qoşula bilərsiniz. Sağ olun. Hər birinizə uğurlar arzuluyuruq.